Salam əziz dostlar. Bildiyiniz kimi cənub qonşumuzda İran dövlətində çox ağır süreç keçir. Artıq 2 həftədən çoxdur ki, böyük etirazlar var, xalq ayağa qalxıb. Belə deyək də, bizi ən çox maraqlandıran əlbəttə ki, güneydəki soydaşlarımızdır, öz xalqımızdır. Bu məqsədlə bugün güneyli fəal Babək Bəxtəvəri dəvət elədik. Biz istəyirik ki, birbaşa məlumat alaq və güneyli soydaşlarımızın bu məsələyə baxışı ilə yaxından tanış olaq. Xoş gördük Babək bəy. Salamlar. Salamlar Elnur bəy, xoş gördük sizi və əziz və dəyərli dinləyicilərimizi. Lütfən bizə ilk öncə mümkün olsa məlumat verin. Bilirik ki, içəriklə məlumat demək olar ki, qısıdılıb, telefon xətləri də kəsilib, internet çoxdan da kəsilib. Hər hansı bir hadisələrdən məlumatınız varmı? Biz hamımız izləyirik həyəcanla, amma nəsə demək çətindir, başa düşürəm. Lütfən, buyurun. Bəli, gerçəkdən durum olduqca ağırdır. Çox keçən həftə 4-cü gündən ümumiyyətlə bağlantı İranda kəsilibdir. Mən özüm mesaj yazmışam həmən gündən, hələ o tık gəlməyib, yəni çatmayıb mesaj hələ ki cavab alaq. Onlar olduqca üzücü bir durumdur. Və indiki durumda məlumat almaq həqiqətən çətindir. Hətta o normal ecensilər, o xəbər ecensləri, BBC kimi başqaları da çətinlik çəkirlər. Ancaq Tehrandan Starlink-dən biraz məlumatlar ala biliblər. Bir də ki, Kürdistan bölgəsindən o qaçaq eşiyə gəlib gedənlər eləyirlər ki, İraqdan, eşitdiyimə görə biraz da Ermənistandan, o tür şey deyirdilər, məlumatlar və videolar gəlibdir. Mən ikisini sizə göndərdim, indi çoxları təsələn baxılası dəyir. Dəhşətli səhnələr idi, gördüm, dəhşətli səhnələr idi. Hələ o, mən sizə seçilmişini göndərdim. O güllə vurub, necə tüyüblə filan, çünki istəmirəm ki, insanlar narahat olsun. Hər halda. Mən fəqət bunu istədim deyəm ki, biraz o durumun o dəhşət olduğu, yəni indi bu dəqiqə, indi keçəcəm o təhlil bölmələrinə zadına, düzünü axtarsaz, heç adamın dili gəlmir, danışığa düzünü axtarsaz. Ancaq hər halda, bu duyğusal boyutuydu istədim açıqlayam. Etirazlar bildiyiniz kimi, mən biraz izah edeyim ki, nədən başladı. İtirazlar hər dəfə olmuş İranda, bilirsiniz, qadın yaşam azadlıq, ondan öncə yaşıl hərəkatında. Hər Hərəkət dəfə... səbzə deyirdilər də ona. Bəli, 15-ə səbz. Ondan öncə də Azərbaycanda, Əhvazda ərəblər eləmişlər. Etnik səlb boyutu olub. Bunun, necə deyərlər, dinsəl boyutu olubdur. Məsələn, sünnilər çıxıblar. Onun, məsələn, qadınların olubdur ki, hamısı şahidsiz. Bu dəfə əsas məsələ o bıçaq sümüyə dayanmış bu iqtisadi boyutu olmuşdur. Bildiyiniz kimi İranın iqtisadı çox dəhşət durumdadır və əsasən bu Pezeşkiyanı da hakimiyyəyə gətirəndə çalışırdı ki, bir türlü bu iqtisadiyyatda ən azı bir islahatlar aparsın və o kölgə dövləti aradan sıradan çıxartmaq məqsədidir ki, elə bilsin ki, ən azı içəridə bir siyasət yürütsün, eləsin. Onda bu aldıra bilmədi. İrandakı o oliqarşılar və bu trastilər deyirlər ki, bu sipaha bağlıdırlar. Bunlar İran iqtisadının əllərinə geçiblər. Bu sanksiyalar ki olubdur, iqtisad dövlətin əlindən çıxıbdır. Dövlət nefti sata bilmir, verir bu trastilərə, onlar satırlar. İndi 100 milyarddan çox, 100 milyard dolardan çox fazla pulu bunlar qaytarmırlar dövlətin hesabına. Gör nə qədər gücləniblər bunlar. Vermirlər. Bu da indi həmən bunlar doları verməməklə pul ki əllərindədir, onun qiymətinin aşağı yuxarı almasına təsir qoyurlar. Nəysə, bu səbəb olub Dövlət etirazlara. içində dövlətdir də, belə deyək də. Dövlət içində dövlət, dəqiqən belə bir şeydir. İndi hər halda mafiya, dəqiq mafiya demək olar buna. İndi bu səbəb olubdur, bu doların yuxarı getməsi ilə millətin bir sırası çıxdı eşiyə, Tehranın bazarından başladı, oradan başladı və təbii ki, o etirazlar sıçradı millətin o ən kasıb təbəqəsinin içinə.
İndi gəldirəm bura tez giriş yapım ki, mahiyyət belə idi. Mahiyyət etibarı ilə düzünü axtarsaz, baxsaq etirazlara, ilk günlərdə boyutsal açıdan boyutu qadın yaşama azadlıq qədəri dəyərdi. Yəni qadın yaşama azadlıqda ölkənin orta sınıfı daha çox qarışmışdı məsələyə. Yəni Tehranın özündə, hətta Azərbaycanda, Kürdistanda da qatılanlar çox idi. Bu dəfə daha çox o kiçik şəhərlərdən qatılım çoxudur. Yəni məsələn Mərvdə, işte adını eşitmədiyimiz, hətta mənim özümün eşitmədiyim şəhərlərdir. Ən kasıb millət ki, də boğaza yığışıbdı da ölümlə düzünü axtarsaz yaşamın çox fərqi yoxdur biləsən onun üçün. Onlar qarışmışdılar. Və bir sıra məsələlər də dışarıdan vardı. İran o dəstəkləyən vardı. Məsələn İran Internationaldır. Mən o to, mən və sən adda bir dənə media vardı. Bunlar Hı hı. daha çox dəstəkləyirdilər və bunların da çoxusu İsrailin və dolayısıyla Ərəbistanın çox maliyyələşdirdiyi bir medialardılar. Hər halda bir neçə, hardasa 11-12 gün bu aksiyalar davam etdi və sonunda hakimiyyət o propaganda gücü, media gücü və daxildə millətin o narazılıq gücünün artıq o şəkildə kontrol edəməyəcəyinə fərq etdi və artıq keçdi bu fazaya da ki, indi biz onu görürük. Və burada artıq məncə Xameneyi deyirlər qılıncı da yuxarıdan bağlayıbdı. Artıq o danışığında da ki, söylədi o günü, mən dostlarla da danışanda dedim ki, bundan bir yana çox çətin olacaqdır. Çünki Xameneyi sözlərində o son çıxışında ki, keçən həftə 4-cü gün oldu, dedi ki, biz inqilabı 500 min şəhidin, diqqət buyurun, Hı hı. qanının bahasına edib və saxlamışıq və bu rahatlıqda geri addım atmayacaq. Doğrusu o zaman bu çox mesajı bəlli idi. Biraz siyasətlə məşğul olan insanlara təhlükəli bir mesajıdır. Yəni mən onda dedim ki, bu 500 min şəhiddən danışır, çox güman ki, ağır bir itki gözləyir milləti. Və çox sürmədi, yəni sabahsız ki, internet yoxdur, yavaş-yavaş bu videolar gəldi eşiyə, inanılmaz dərəcədə idi. Yəni mən əvvəl şübhə etdim. O cənazələri elə necə deyim, çöp kimi də, belə zibil kimi elə qoyublar şiyə, sayı da bir dər, iki dər, məsələn 100, 200, belə baxdıqca işləyir. Millətə çağırıblar, çox fərqli bir şəkildə, biçimdə. Yəni keçmişdə belə dərdi. Həmən bu Cümhuriyet çalışırdı gizlədə, ört-bastır eləyə, danırdı filan eləyir. Bu dəfə belə bir şey yoxdur. Mən dedim, bəlkə bunlar istəyirlər qorxudalar milləti ki, baxın, çıxsaz eşiyə öldürəcək də, fake bir şeylər olur, bacarırlar devlətlər bu işi görmək. Ya budur, ya da ki bunlar son necə deyirlər, güclərini göstərməyə çalışırlar. Çünki o belə görsəndi, sonraki filmlər görsətdi. Məsələn, Tehranın qəbristanlığından filmlər gəlib eşiyə. Behişti Zəhra deyirlər. Zəhranın cənnəti qəbristanı adı belədir. Orada bir o görsənir ki, onu heç nə demək olmaz. Onlar fake də 3-4 yerdən bunlar çek olubdur. Deyilənlərə görə dünənki məlumatdır bu. Əbdullah Rəməzanzadə keçmişdə devlətin sözçüsüydü bu adam. İran International mediasında dedi ki 2000-dən 12 min nəfərəcən hələ dünən qeyd olunubdur ki, öldürülübdür. Yəni bu 12 mini o qeyd edibdi. Yəni mənim dilimdən olmaz üçün məndə o məlumat yoxdur həqiqətən. Amma 12 min öldürmə hələ bəziləri deyirlər bu Tehrandadır. O və mərkəzdə, yəni Tehran və mərkəzdə. Ola bilər ki, bu ətrafda çox olsun. Son məlumat budur ki, bəzi silahlı çatışmalar da olubdur.
silahlı çatışmalar da olubdu. Tehran özündə də olubdu. Deyilənlərə görə istəyiblər məsələn polis stansiyaları ələ keçirilsin, hərbi hissələr indi bəlkə keçirilsin və orada qanlı atışmalar olubdu. Təbii ki, burada sivillər də olurlar orada ki, istəyirlər şey eləsinlər. Amma bunlar bilincili şəkildə məncə sivilləri də öldürüblər. Sivil adam ki, əlində silah yoxdur, öldürməyə gərək yoxdur. Qərb bölgəsində əsasən İraq sərhəddində İlam iştihatı vardı orada bölgəsi. Eşitmişler Orada hocam. deyilənlər, İlamda orada da çatışmalar olur. Deyilənlərə görə oranın kontrolunu keçiriblər. Mən düşünürəm ki, onlar çox güman ya Kürd silahlı qüvvələridirlər, yaxud xalq mücahidləri İranın keçmişdə bu. Çünki bunların ikisi ilə ancaq Mücahittin silah. Xalq da. Bəli, doğru. Onların əlində silah vardı yalnız və bunlar yetərincə İraqda təcrübələri vardı. Kürdlər bilirsiniz indi adı İqlimi Kürdistan olsun, o Suriye'nin şimalı olsun, hər nə olsun, bunların özünün nə o devlətləri çox vardı, nə bir şey. Bunların əsas o silah məsələləri və hərbi gücləri İsrailin nəzarəti altındadır. Onlar silahlandırırlar, Qərb silahlandırır bir türlü və bu tip şeylərdə daha çox onların hazırlıqları, hər kəsdə bu iki qrupun hazırlıqları daha çoxdur. Mən harda istəsə siz müdaxilə edin, soruşun, mən davam edirəm. Yeri görəndə dizim. Mən bir də burada keçim bir Azərbaycana işarə edeyim, Güney Azərbaycanın durumu. Lütfen. Güney Azərbaycanda bu məsələ ilk günlərdə elə böyük yarancılıqlar da vardı. Etirazlara qatılıma çox tərəddüd vardı. Nədəni də bu Pəhləvi və bu santralist qüvvələrin, o mərkəzçi qüvvələrin üstün əl olması idi bu məsələdə. Xüsusən də bu keçmiş şahın oğlu Rza Pəhləvi bu mediaların ümumiyyətlə propaganda o sına çevrilmişdi yəni. Hər bir olay olurdu, onun hijack olurdu, onun xeyrinə. Məsələn, şüarlar verir ki, nə şah, nə şeyx, məsələn, demokrasi, məsələn. Nə şah, nə rəhbəri, demokrasi bərabəri. Demokrasi və bərabərlik. Götürür də deyirlər ki, Cavid Şah. Bu son, məsələn, savaşdır, Pəhləvi gərək qayıtsın. Bunlar o demokrat qüvvələri, istər cumhurixahları, cumhuriyyətçiləri həm mərkəzdə, həm də etnik qrupların içində o istər federalçı olsun, istər etnik qruplarda bərabər hüquq istəyənləri, federalist olsun, istiqlalçı olsun, bunları çəkindirirdi. Kim istəyir ki, qaysın, bir diktatoru götürüb başqasını mı gətirəcəksən yerinə? Bu əsasda fərqli düşüncələr vardı, ancaq hər halda millətin ümumiyyətlə çoxsu bu hökumətdən bıxmış. Bir çox zamanlar bunu göstərmiş. Yəni normal bir hakimiyyət nə qədər də diktator olsa bunu anlamış olardı. Vaxtı sənin seçkilərində, son prezident seçkilərində həmin bu Pezeşkiyan seçiləndə özü də Pezeşkiyan buna yəni etiraf etdi ki, birinci dövrdə 40% zorla hələ hökumətin bu istatistiki ilə iştirak eləmişdi. İkinci dövrdə də 50-yə çatmadı, 49 oldu. Yaxşı. Ondan öncə məclis seçkilərində Tehranın özündə 15% iştirak edibdi. 15%, yəni Tehran 15 milyonluq bir şəhərdə 150 mindən, 110 minindən məclis nümayəndəsi seçilibdi. Yəni faciə də sənin legitimitin millətin içində bitmiş, çoxdan bu məşruiyyətini itirmiş. Neçə dəfə gərək şey olsun ki, sən bu qədər qanlı olaylar olsun ki, sən anlayasan ki, getməlisən. Hər halda Azərbaycanda tutuklamalar çox olubdur və ən böyük yarançılıq bu tanınmış milli faal Yürüş bəy Mehrəlibəylinin tutuklanmasıdır ki, o tutuklanmadan elə 2-3 gün qabaq hardasa 2 fərqli suçlama ilə hardasa biri 6 il, 7 ay, biri də 2 ya 3 il, 2 il 8 ay səhv etməsəm həbsi gəldi ki, ortalama yəni 10 il həbs verdilər. Yürüş Mehrəlibəyliyə və sonunda ki son çıxışındakı videoları vardı. Bir
necə deyirlər, çıxış etdi ki, onda Azərbaycan da çağırış edirdi ki, e, etirazlara yəni qatılsınlar filan və həmən onun sabahı tutuklandı. Onunla bərabər bir çox Azərbaycan fəali Vədud Əsədi, Tahir Nəqəvi, Abbas Nisani və e, Əbdüləziz Əzimi, bunlar və bir çoxları, hardasa bir 30-40 nəfər də həbs uzun müddət, 2 ildən ta 5 ilə, 7 ilə qədər həbslərlə müxtəlif şəhərlərdə, xüsusən evin zindanda həbsdədirlər. Ki, bunların bu şəraitdə təhlükəsizlikləri, can güvənləri həqiqətən qayğı duyurur yəni. Bunu da istədim burada qeyd etmiş olam ki, bu vardı. Ancaq perspektivə indi keçsək, artıq məncə bu hakimiyyət qayıdılmaz bir yola addım qoyubdur. Baxmayaraq ki, bu olaylar necə sonuclana, bu etirazlar. Mən bir iki üç dənə istəyirəm qeyd eləyəm ki, olaylar bunu göstərir ki, bunu göstərir ki, etirazlar İranda nə qədər də kütlənin meydana gəlməsi, kütləvi etirazlar gərçi gərəklidir, bu hakimiyyətin devrilməsinə, yəni təməldən də dəyişikliklərə gərəklidir, amma kifayət deyil. Bir qəddar hakimiyyəti ki, 100 min, məsələn, Sipahi Qudsuda Həşd-i Şəbi ilə Fatimiyyun, bunlar vardı, silahlı qüvvə tökür, bu cür qırğın yapır. Buna bu etirazlar əgər ya xarici dəstəklə, hərbi dəstək ola bilər, bu məsələ olmasa, yəni hərbi gücdə, mexaniki güc, yaxud hakimiyyətin bir bölümü ki, bir-biri ilə çelişkidədirlər, oradan onun hərbi qüvvəsi içəridən, məsələn, polis qüvvələri, məsələn, rəsmi ordu ki, ərteş deyilir, ondan bir sıra qüvvə millətin tərəfinə keçməsə, İranda təməl dəyişiklikləri görmək olmaz. Yəni, bu mümkün deyil, bu vəziyyətinə. İkinci məsələ ki, qeyd edilir, niyə bu alınmazdı? Bizim təəssüflə İranın opozisyonu da bir dənə yaramaz haldadır. Siz bir dənə vahid səs opozisyondan işitmirsiniz. Misal çəkirəm. Çox fərqlidir, doğrudan. Çox fərqlidir. Fərqlidir ki, əslən, baxın, hələ biz türkü, kürdü, ərəbi, sünnini qoyuruq qırağa. Biz fars toplumunu tutaq və şiəni kullən tutaq. Da bundan həmgin bir-birinə oxşar qüvvə yoxdur ki, onlar özləri də bir-birinə çelişkidədirlər. Pəhləviçilər cumhuriyyətçiləri görəndə, hələ etnik qüvvələrində göz yaşardıcı qazınan dışarıda, Torontoda Yaşar Həqqaqpur bir insan haqları fəalidir, türkdür. Ona təcriyyətələr, separatçı deyib, gözünə vurmuşlar. Az qaldır, kör ola. O videonu görmüşdüm. Torontoda hücum etmişlər bizimkilərə. Bəli. Özü də bu hələ çox yumuşaq bir fərdidir. Yəni, məsələn, federalizm deyir olsun, insan haqları müdafiəçisidir. Bu tür bir fərdi sən şəxsi gəlib bililmə. Ondan sonra öz içlərində bir-birlərinə də, məsələn, mücahidlər bir dənə kamyon vən deyilir də, o kamaz qazel deyirsiniz siz orada. Qazellə bir dənə şuar yazmışdılar ki, nə şah, nə rəhbər məsələn, millət. Getmişdə bulan o mitinglərinin qabağında, məsələn, miting keçirməyə, onun sürücüsünü nə təhər döydülər, çatlışı, min rəhmət Cumhurbaşqanı, yəni min rəhmət yox, elə Cumhurbaşqanı kimi bir şey. O cür bir hala. Bu belə bu opozisyonun durumudur və indi dünya gücləri də siz indi istəyir, elə tutaq ki, istəyirlər dəyişiklik yarasın İranda. Ya gərək bir vahid bir səs gələ, ya ortaq bir məxrəc ola, bir platform ola, onun əsasında deyirlər ki, buyurun, məsələn, himayət edirik və millət də ona güvənə və daha güclü çıxa meydana. Doğrusu, mənim gördüyüm budur. 12 gün içində çoxlu insanlar çıxsalar da dışarıya, qeyd etdim əvvəldə də, qatılım oranı
qadın yaşama azadlıq qədəri deyildi. Yaxud məsələn Mir Hüseyn Musavinin o yaşıl hərəkatında Tehranda Aha. 2 milyon adam çəkmişdi, gətirmişdi xiyabanlara. Mənə elə gəlir ki, hökumət bu cəsarəti tapmasında bir neçə dənə məsələlər də daxildir. Biri budur ki, baxdı, gördü ki, bu opozisiyonu bir dənədi 12 gündə. Gördü buradan vahid səs çıxmır. Hələ çıxmır ki, heç bir-birinə hətta etirazlar çağırışı ki verilirdi. Baxanda bir dənə normal siyasi adam görürdü ki, bu Cumhur İslam'dan daha çox bu çağırışlar. Məsələn, kimsəyə xaricdə güc göstərmək üçün görsənir. Məsələn, o deyir Cavid Şah bizimkilərə çıxsın da desinlər, məsələn, Pəhləvi, məsələn, bir şərəfdir, ya məsələn, Hı hı. azadlıq istəyirik, ya məsələn, başqa şeylər ki, yəni güc göstərməz. Bu dağınıqlıq 12 gün içində də Cumhurbaşqanlığa bu ölçülər də verir için neynəsin. İkinci məsələ də həmin o xaricdəki şey necə deyirlər, paramparçalıq ki, alternativ yoxdur. Amerika, İsrail ki, əsasən burada dəstəkləyirlər. Onlar da çaşbaş qalmışlar ki, kimə dəstək versinlər. Bu məsələ də burada görsəndi. Ona görə o necə deyirlər, dərin dövlət ya o həstəyi səxtə o hakimiyyətin o ideolojik bölümü ki, Xameneyinə bağlıdır. Onların qərarı burada çox önəmli idi. Əgər etirazlar geniş olsaydı, məncə məsələn ümid bağlana bilərdi ki, o həmin o qüvvə ki deyirəm hakimiyyətin içindədir, onların daha açıq şəkildə keçələr millətə tərəf. Bu təhlükə 12 günlük savaşdan bu tərəfə daha çox görsənir içəridə. Yəni məsələn Aha. ruhani cənahi, zərif, bu qərbçi də yönlü hakimiyyətin qanadı Xameneyə qarşı tənqidləri daha sərt olmuşdu, daha açıq olmuşdu. Ortaya qoyurdu, ifadə edirdi və çalışırdılar ki, Amerika ilə müzakirələrdə artıq o şərtlər ki qoyulur. Məsələn, indi bu nüklear məsələsi ilə, atom məsələsi ilə və başqa məsələlərdə dəyişik yaratsın və bir türlü o yumuşaq bir keçid olsun hakimiyyəti siyasətə və millət düzəlsin. Çünki bu daxildə heç bir islahat, xarici siyasəti islah olmadan, reform olmadan daxildə bir reform imkansız görünür. Və buna şahidik. Öncə də qeyd etdim. Bu halda hakimiyyət bu qərara gəldi ki, sərt reaksiya göstərsin. Xameneyi üçün də niyə buna da toxunum? Xameneyi buna görə ki, əslində xarici siyasəti ki, uğursuzluğa uğradı, müzakirə etmə Amerika ilə, Amerikanın bu şərtləri altında ölümdən başqa bir şey deyil. Yəni, çünki bütün o rəhbərə aid olan o xüsusiyyətlər ki, özlərinə tanıyıblar ki, məsələn, bu hər şeyi bu bilir, bundan yaxşı bilən yoxdur, bu vaxtında bilir nə etsin. Belə bir şeylərlə düzün axtarsan uyğun deyil. Xameneyi buna geçsə özü o tabanı ki var bu günlərim ondan himayət edirik, hakimiyyəti saxlayıb, o çökər. O çöksə də artıq Xameneyidən əsər əlamət İran siyasətində qalmaz. Ona görə Xameneyi bir qaydılmaz yolda qalıbdır və o niyyətlər qanlı yolu seçibdir ki, əgər istəyirsiniz mən əgər elə fiziki ölsəm, mənəvi ölümündən daha üstündür. O siyasəti götürüb və bugünkü bu düyünü və necə deyirlər, o qısır döngüdə türkçədə deyilir, onu yaradıbdır və burada bu düyün aradan qaldırılmayınca Əli Xameneyi istər onun təbii ölümü yaxud onun siyasi həsfi ilə qaldırılmayınca İranda təməl bir dəyişim gözlənilmir. Babək bəy, burada bir neçə məsələdən bəhs elədiniz. Aydındır ki, çox böyük faciələr baş verir indi, amma biz daha geniş baxsaq məsələ yalnız içəridən yox.
beynəlxalq müstəvidə baxsaq, belə görünür ki, Amerikanın müdaxiləsi günbəgün, saat-ba-saat ərzində olmalıdır. Yəni, əgər Trampın yazdığı birbaşa mesajlara baxsaq, dünən məsələn yazmışdı ki, İran vətənpərvərləri çəkinməyin, yadda saxlayın bunlar cəlladlarınızı, kömək artıq yoldadır, biz gəlirik. Həqiqətən də hətta flight radarla baxsaq, İranın ətrafına küllü miqdarda, yəni reyslər olunur. Avropadan, Amerikanın digər bazalarından müxtəlif tipli təyyarələr gəlib çıxır. Hansısa bir hazırlıq gedir. Yəni bu boyda hazırlığa göz yummaq olmaz. Ən azı bu böyük büdcələr, böyük vəsaitlər, böyük imkanlar tələb edən bir işdir. Yəni bu Rus yazıçı Çexov demişdi ki, əgər tamaşanın birinci aktında divardan tüfəng asılıbsa, axırıncı aktda hökmən o tüfəng atəş açacaq. İndi belə deyək də, Trump çox şey deyir, amma dediklərinin çoxunu da yerinə yetirir. Əgər Amerikanın müdaxiləsi olsa İran dövlətinə, bu hansı nəticələri gətirər? Əksinə, bəlkə hakimiyyəti və xalqın bir qismini konsolidasiya eləyər, birləşdirər ki, xarici müdaxilə var, xarici işğal ola bilər. Yəni, yoxsa əksinə olar. Yəni, müdaxilə gözlənilir, nə bilim, mənə elə gəlir ki, bu müdaxilə baş verəcək, amma heç kim deyəməz. Bu, əgər baş versə, nəyə gətirər? Hansı təxmin edə bilirsinizmi? Əlbəttə, çətindir, anlayıram, amma reallıqdır da. Təbii ki. Baxın, burada mən dünən Siracında bir yazıda yazmışdım. İran üç yol ayrımında. Hı hı, İnqilab, yəni rejim dəyişir. Transformation, hı hı. yəni rejimin içindən bir İçindən dəyişim, gəlir. içindən və çöküş. Çöküş nə deməkdir sizcə? Ölkənin Şurəvi, parçalanması, yaxşı? Hı -hı. bəli, şurəvi model. Mənim öz qənaətim bu indiki dəyəri çox-çoxdandır. Mən İranı bir çox açılardan Şurəvinin, keçmiş SSR-nin Aha. kiçik formatı görürəm, balaca format. Hı hı. İdeolojik açıdan komünizmin yerinə qoyun İslam, Şiə, İdeologiyası. şey, Hı hı. aydınlasın. Rus şovinizmi içində orada aşağı yuxarı var da onun Hı hı. aynısı ve daha şiddətlisini qoyun Farsizmi İranda daha Aha. şiddətlisini və Qızıl Ordunun yerinə də qoyun Sipahı. Aha. Yəni bu bir belə formatdır. Bu rejim əslində zaman sürətində bunun çöküşdən başqa yolu yoxdur. Əgər Şurəvidə, SSR-də Qorbaçov ona nədən oldu, bir səhvi mən Quzey Azərbaycan mediasında da görmüşəm, bir çox yerlərdə də. Bunlar məsələn Pezeşkiyan gələndə o adamlar vardı ki, Pezeşkiyanı Qorbaçova oxşadırdı. Mən onda da elə qarşı çıxdı. Çünki Qorbaçov Şurəvinin rəhbəri idi, birinci adamı idi. Əlbəttə. O eləyə bilirdi ki, gerçək islahat aparsın ya neynəsin. Burada bu birinci adam deyil. Bu Hı. dəqiqə İranda Xamenei birinci adamdır. Ona görə də bu sonunda Xamenei qalsa da belə hakimiyyətdə bu çöküşə doğru gedəcəkdir. Şurəvi nədən dağıldı? Şurəvi məsələn atomu yoxdur. Hələ İran çalışır atomu olsun. Məsələn də bombası vardı, ballistik muşəkləri vardı ki, heç Amerikanın bəlkə özü yox idi o zaman. Əlbəttə. Biz solçu ailədən gəlmişik. O zaman əslən heç kəs inanmırdı ki, Şurəvi də seçim çökəcəkdir. Kim deyər gülərdilər. Deyərdilər bu axmaqdır, gicdir məsələn. Şurəvi nə Təbii. çökürdü? Şurəvinin daxilində olan o fisad, korrupsiya, o Yox, bir də yaltaqlar ideoloji içində çökmə. Artıq elita da inanmırdı kommunizmə. O mənada. ideolojik çöküş. Bir də axı hər kəs istəyirdi bir iş sahibi ola, məslək sahibi ola. İnansaydı, inanmasaydı gedirdi olurdu Komünist Komünist Partiyasının Partiyasının. üzvü orada indi yaltaqlıqla nə ilə gedirdi, başa çatırdı. Hər kəs hakimiyyətə və onun ideologiyasına yalandan gerçəkdən inanırsa gedirdi yuxarı mənsəblərə. Artıq təxəssüs, çıxar, bacarıq yerini itirmişdi. Bu da uzun sürədə bir 70 ildə, 50 ildə, 60 ildə nə olur? Bir gün çıxsan görürsən ki, çökübdür.
Bu çöküş iqtisadiyyatda gəlib o elitanın o buyurduğunuz məsələ ilə birləşəndə artıq bir gün görürsən ki, sənə istəsən islahatla aparasan, prostrika da edəsən, çökür. İranda heç Xameneinin beynində o prostrikaya şey də yoxdur, o ciddi. Hələ o işi var. Amma bunun ölümü ilə fəqət onu amma ölürsə əgər bu çəkişmələr ki, hakimiyyətin içində vardı, şərq cinahı ilə, qərb cinahı, ya solçu da, hakimiyyətin solçu cinahı ilə başqaları Əlbəttə. nasıl, bu artıq İranı çəkəcəkdir o çöküşə doğru. İndi amma buradan keçək, gələk bu söhbətə. İndi Amerika nə istəyir? Amerika burada da ortaq məxrəc yoxdur axı. Məsələ budur ki, İsrail başqa şey istəyir, Amerika başqa şey istəyir. İsrailin öz amacları var. İsrail istəyir ki, İran bu hakimiyyət geçsin, istər İran parçalansın, iç savaş düşsün, nə olursa olsun bu hakimiyyət geçsin. Yəni buna çəkincəsi yoxdur. Amma Təbii. Amerikanın bundan çəkincəsi vardı. Amerika istəmir İranda bir o kaos olsun ki, məsələn, mərkəzi hakimiyyət tamamilə çöksün. Çünki İraqda və Əfqanistanda bir 20 ildən daha çox fazla təcrübəsi var və bu Amerikaya daha çox mali olur. Amerika İsrailin əksinə İran yox, Çinin üstünə çox fokusdur. Çünki Çinin günbəgün bu hərbi Təbii. və iqtisadi gücü artır və ciddi rəqib dünyada ona əsasən Çindir. Bu Ukrayna konusunda Rusiyaya qarşı bu belə kompromisə getməsi də, satması da əmələn desək pis çıxmasa Ukraynanı, bu Zelenskini əhəmiyyət verilməsi elə bundan irəli gəlir ki, nəyin bahasına istəyir orada qutarsın, o budjet içi gedir, büdcə içi Ukraynaya gedir filan. Bunları hamısını yıxsın. Hətta Venezuelada o Maduronu gəlib o tutuklaması filan bu işləri. Hamısı məsələ budur ki, o Çinin o iqtisadiyyatın və qarşısını almaq məqsədi ilə görünür. Oysa İranda da gəlib bir dənə ciddi əməliyyatlar aparar ki, bir də məsələn uzun müddət bir savaşa və Amerikanı orada bir türlü bataqlığa apara, ondan çəkinir. Yəni əgər çəkinməsəydi doğrusu 12 günlük savaşda aya Trump məsələn Xameneyi öldürə bilməzlər. İr belə generalları evlərində, hamamda, otağında, yataq otağında vurub öldürən adam bir ölkə Xameneyini vura bilməzdimi? Əslində Xameneyə bir fırca verdilər, bir şey verildi ki, gəlsin, Amerikanın əsl hədəfi budur ki, İranla ən minimal şeylərlə anlaşa, məsələn, müzakirədə gəlsin, deyir, müzakirədə hakimiyyətdə qalması ilə məncə bunların çox dərdi, məsələn, Azərbaycan demokrasi falan aydındır şey, bu Yo, belə bir şey asla. yox. Asla, Bu asla. yoxdur. Heç bir illüzyon Bunlar olmaz. əsas hədəfləri budur. Diqqət eləsəz, elə Venezuela belə çox aydın bir məsələdir. Meşə qanununun təmsilçisidir. İndi bizim xoşumuz Cəngəllik gəlmir. qanunları, bizdə belə deyirlər, cəngəllik qanunları. Cəngəl də meşə qanunu cəngəl, bəli. Yəni gəldi ora, diqqət eləsəz, Maduronu apardı, heç hakimiyyətə də dəymədi. Heç opozisiyonu da elə pislədi. O Nobel alan o qadını, sülh Nobel alan. Deyirdi ki, ona hörmət də yoxdur şeydə. Yəni ona nə lazımdır? Ona lazımdır ki, oradakı hakimiyyətin siyasətləri bunlarla qarşı olmasın ən azından. Ya rəqib qüvvələrin xeyrinə olmasın, minimum hələ mən söhbət edirəm. İndi orada neft istəyir apara, nə falan, onlarla işim yox. İranda da məsələ başqa bir şey deyil. Bunlar əsas məsələləri budur ki, İranı o halda. Ona görə də bunların çalışmaları budur ki, maksimum pressure aparalar yuxarıya bir dərəcəyə ki, hakimiyyətlə anlaşarlar. Bu bir. Bunda psikolojik savaş da aparırlar. Son dənəyiməcən gedəcəklər. Ancaq burada bir məsələ ki var, siz də buyurdunuz əvvəldə. Burada zaman faktoru çox önəmlidir. Orada millət, bir dənə əli yalın millət, bir dənə təpədən dırnağa silahlanmış hakimiyyətlə üzbəyüzdür. Bu nə qədər orada müqavimət göstərər? Millət canın küçədən tapmayıb ki,
bunun bir qədər şey olar. Mənim heç bir həftə özü çoxdur bu vəziyyətin. Ona görə bunlar bu cür ağır gəliblə meydana ki, bir dəfə bunun yığışdırsınlar. Əgər də müzakirəyə geçsələr Amerika ilə daha əli dolu geçsinlər müzakirəyə məsələn. Ancaq müdaxilə olsa da, indi əgər müdaxilə etsə Amerika, bu anlaşmalar olmasa, çünki Trump bəllidir, deyir ki, İran istəyir müzakirə eləsin. Umman adlı ölkə vardı, oranın Xarici İşlər Naziri elçisi nəfsə getmişdi İrana, onlar danışıblar bunlarla. Hərdə arxasında bunların arasında nə gedir, nəyin üstündə anlaşırlar, orada mənim xəbərim yoxdur ən azı. Təbii ki. Dəqiq. Biz belə təhlil edirik bu anda. Çalışırıq Ancaq təbii edək, hə. və çalışırıq təhlil eləyək, fəqət o qədərdir. Ancaq əgər məsələ buradadır ki, hə, bura gəlim. İndi buna çalışır. Hətta Türkiyənin də çalışması bunun üzərindədir. Çünki Ərəbistan da bunu istəmir. Bölgə ölkələri də qorxurlar. Bu İranın o qarışıqlığına və mübhəm, yəni bəlirsiz bir nöqtəyə getməsinə. Niyə? Çünki burada iç savaş çıxarsa, burada bəli İsrail mütləq qazanandır. Çünki bu qaçanlar, bu İrandan miqrasiya İsrail olmayacaqdır. Olacaqdı Azərbaycana, Türkiyə olacaqdı və oradan da gedəcəkdi Avropaya doğru. Odur ki, nə Qərb burada bu çox maraq vardı, nə də bu ölkələrin, mən baxıram siyasətlərinə, görürəm də. O çalışma budur ki, ya birinci etapda müzakirə ilə İran ağlını toplaya ki, indi o nə qədər olacaq bu siyasətlərlə, nəsən onu demək olmaz, çıxarmaz. İkincisi budur ki, hakimiyyətin içindən elə bir şey deyərlər ki, müdaxilə olsa da, mənim nəzərimə, mənim şəxsi fikrim budur ki, bunlar gərək Xamneyini vuralar. Xamneyini vurmasalar, o sipahın içində ki, güclər cəsarət tapıb, yəni o necə qırılma nöqtəsi yaranmayacaq. Qırılma nöqtəsi Xamneyini vurmaqlandır. Yəni hücumlar hədəfli olmalı, bəlli hədəf olmalıdır arxasında. Boşuna vurmaqla olmaz. Yəni bunun A-to-Z-in gərək hesablayarlar. Yəni getdim, vurdum, qayıtdım. Keçən dəfə o nə oldu? Vurduran, məsələn, nüklear geçsin. Filan yer geçsin. Aydındır. Bu hakimiyyətin təməlini dağıtmayacaq. Aydındır Babək Əksinə, bəy. Siz çox tez istərlə izah elədiniz. Çox aydın şəkildə, net şəkildə biz bunu gərək nəzərə alaq ki, bütün xarici dövlətlərin kəsinliklə öz maraqları var. Bu vəziyyəti doğrudan da müzakirə eləmək vacibdir, lazımdır. Biz əlbəttə bu müzakirələri davam elətdirəcəyik. Hələlik yəni çalışaq bizim xalqımıza təpər diləyək və bu ağır vəziyyətdən mümkün qədər sağlıqla çıxmağını dua eləyək sadəcə. Babək bəy, bizim söhbətimiz bitir. Mən sizə minnətdaram. Çox sağ olun. Çox ətraflı analiz idi, maraqlı idi. Biz hökmən bu söhbətləri davam eləyəcəyik. Hadisələri də diqqətlə izləyirik, bacardığımız qədər əlbəttə.